Konuşandır. Budizmdə karma anlayışı nədir? Evet, Budizmdə karma anlayışı yogada olduğu kimi anlayışla bərabərdir. Bizim fiziki, duygusal və psixo vəziyyətimiz var. Bu üç vəziyyətin hər birində fəaliyyət mövcuddur. Buna sanskrit dilində kri, hərəkət adı verilir. Biz öncəliklə hərəkəti feili, fiziki bədənlə deyil, əslində öz psixikamızla, düşüncələrimizlə həyata keçiririk. Daha sonra duyğularımızla buna reaksiya verir və bədənimizin hərəkətləri ilə bunu həyata keçiririk, icra edirik. Və hər bir belə fəaliyyəti, düşüncə, duyğu və bədən konsepsiyalarına görə arxaya geri dönüş bizə edilir. Yaxşıdırsa, yaxşı bir fəaliyyətdirsə düşüncəmizdə, duyğumuzda və bədənimizdə yaxşı olaraq geri qayıdır. Əgər pisdirsə, düşüncəmizdə, duyğumuzda və fiziki bədənimizdə, deməli pis olaraq geri qayıdır. Bu anlayışa qısaca karma deyilir. Konuşandır.